bağışlayan və mehriban Allahın adı ilə. Yer özünə məxsus, yaradılışın tarixində yalnız bircə dəfə baş verəcək. Bir titrəyişlə titrədiyi zaman, yer öz qiymətli yüklərini və çox dəyərli mallarını, ölüləri, mədənləri və xəzinələri çıxarıb atacağı zaman və onun köksündən çıxan insan təəccüb və dəhşətlə buna nə olub deyəcəyi zaman, məhz o gün yer öz xəbərlərini açıb söyləyər. Köksündəkiləri çıxarıb atmağı onun elə danışmasıdır, yaxud da o elə dilə gələrək danışar. Ona görə ki, sənin Rəbbin ona vəhy etmişdir. O gün insanlar əməllərinin, haqq hesabının özlərinə göstərilməsi üçün qəbirlərdən dəstə-dəstə çıxıb haqq hesab səhnəsinə tərəf gələrlər və əməllərinin qarşılığı ya eyni ilə təcəssümü onlara göstərilsin deyə haqq hesab mərkəzindən öz əbədi məskənlərinə doğru çıxarlar. Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onun qarşılığını yaxud eyni ilə təcəssümünü görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir.